Müasir Azərbaycan Dövlətinin Konstitusiyası ümumi lider Heydər Əliyevin şah əsərlərindən biridir. Əlbəttə ki, müstəqillik əldə edəndən sonra Azərbaycan özünün konstitusiyasını qəbul etməlidir. Bu baxımdan Ulu Öndər xalqın təkidi ilə hakimiyyətə gəldikdən və xalqımızın yüksək etimadı ilə prezident seçildikdən sonra ilk diqqət etdiyi sahələrdən biri yeni konstitusiyanın hazırlanması və qəbul edilməsi idi. Həm konstitusiya, həm də suverenlik Azərbaycan xalqı və müstəqillik arasında olan bütün dünya xalqları üçün böyük, əhəmiyyətli məsələdir. Konstitusiya dövlətin əsas qanunudur və digər qanunlar məhz bu qanundan qaynaqlanaraq hazırlanır. Konstitusiyanın məqsədi dövlət hakimiyyət orqanlarının formalaşdırılması, dövlətin idarə edilməsi, eyni zamanda xalqın hüquq və vəzifələrinin müəyyənləşdirilməsindən ibarətdir. 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci il dönümünü nəzərə alaraq 2025-ci il Azərbaycan Respublikasında Konstitusiya suverenliklə elan edilməsi böyük məna daşıyır. Ötən ilin sentyabrında suverenliyimizin tam bərpasından sonra birliyimizin gücünü daim qorumaq və gələcək nəsillərə ötürmək indi ən öndə vəzifələrdən biridir. Sevindirici haldır ki, bugün hər birimiz müstəqil Azərbaycanın uğurlarında, regionda və dünyada söz sahibliyindən, sözün imzası qədər əhəmiyyətli olmasından qürur hissi ilə söhbət açırıq. Azərbaycan xalqı bugün əsrlər boyu arzusu ilə yaşadığı, mübarizə apardığı, müstəqil, suveren, qalib dövlətə sahibdir. Qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına xalqımızın milli sərvət sayılan ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə suveren və bütöv Azərbaycanı yeni dövrdə inkişafının mühüm mərhələsi gözləyir. Dövlətimiz və xalqımız tarixi nailiyyətlərə imza atmaqda davam edəcək.